Deməli qalmışdıq 111-ci sualda. 111-ci sualda deyilir ki, n sayda ixtiyari natural ədəd klaviaturadan daxil edilir. Bu ədədlərdən tək olanları k siyahısına, cüt olanları isə m siyahısına əlavə etdikdən sonra siyahını çap edən proqramı Python dilində yazın. Deməli mən yenə də Python onlayn versiyasından istifadə edirəm. İlk növbədə n yazaq, n bərabərdir. Deməli, biz birbaşa siyahı yaratmaq üçün, deməli, aşağıdakı bu koddan istifadə edirəm. List mötərizə içərisində, yəni list yaradıram da mən. Map eləsin, yəni ki, daxil etsin rəqəmləri. Hansı tipdən olsun? Int tipindən olsun. Vergül qoyuram, input yazıram. Input. Və həmən rəqəmləri mən probel vasitəsilə bir-birindən ayıracam. Split yazıram. Split mötərizələr. Və bu kod vasitəsilə mən artıq siyahı yarada biləcəm. Daha sonra bizdə deyir ki, k və m siyahıları olmalıdır. İlk növbədə bu boş siyahıları yazaq. Hazır qoyaq. K və m siyahıları. Siyahısını yaratdıq. Sonra isə dövrümüzü açırıq. Deyirik ki, for i in n, yəni n-in içərisində olan, deməli, cüt ədədləri, tək ədədləri k siyahısına, if i əgər, deməli, təkdirsə, yəni bu təkdir. Mod 2, 1, yəni ki, 2-yə böləndə qalıq 1 alınırsa təkdir. Onda append eləsin, yəni əlavə etsin. Hansı siyahına? K siyahısına, düzdür. I-ni append eləsin. Else, yəni cütdürsə, bu halda m-ə append eləsin. I-ni. Sonda isə deməli, çap etsin, m və k siyahılarını biz üçün çap eləsin. Deməli, proqramı işə salırıq, run edirik. Yazıram, məsəl üçün, 12, məsəl götürək, enter, dəqiqə, yenidən işə salaq, burada çıxdı, run, splitdə deyir, səhv var. Split, input, inputdan sonra mən mötərizə qoymamışam, yaddan çıxıb. 12-ni də silək buradan. Deməli, run edirik. Deməli, götürək hələ nümunədə verilən rəqəmləri, ədədləri daxil edək və görək bizə nə verəcək. Girişə əlavə edirik. 4, sonra probel qoyuram. 56, probel qoyuram. 25, probel qoyuram. 13, probel qoyuram. 12, enter basıram. Gördüyünüz kimi siyahıda ayırdı mənim üçün. Birinci siyahıda cüt rəqəm ədədlər, ikincidə isə tək ədədlər. Keçək növbəti suala. Növbəti 112-ci sual. Deməli, klaviaturadan daxil edilmiş natural ədədin sonunda neçə sıfırın olduğunu çap edən proqramı müəyyən edin. Bunu təmizləyək. Deməli, deyir ki, ilk növbədə biz ədədimizi daxil etməliyik. Düzdürmü? N input. Ədədimiz də bizdə olacaq sətir tipində. Çünki biz onu tapmalıyıq da. Biz bir-bir ədədin, yəni simvolların üzərində gəzib, həmən sıfır olanı tapmaq üçün biz sətir tipindən istifadə edirik. Düzdürmü? Və say istədiyinə görə bizdən, öncədən biz sayı yazaq, sayımız olsun 0. Və dövrə salır. Dövrə salanda deyirik ki, for i in n, n-in içərisində olan, deməli,
biz nə edirik? Biz götürəcəyik yazdığımız ədədi əksinə çevirəcəyik ki, əvvəldən başlasın saymağa. Ona görə də biz yazırıq 2 nöqtə -1. Yəni bu n 2 kvadrat mötərizədə 2 nöqtə -1 yazdığımız ədədi tərsinə çevirəcək və əvvəldən başlayacaq saymağa. If əgər i bərabərdirsə sıfıra, yəni ilk növbədə sən sıfıra rast gəldinsə, sıfır simvoluna rast gəldinsə, sayı bir vahid artır. Düzdürmü? Əgər rast gəlməsən, onda dövrü dayandır. Break. Və sonda da sayı çap elə. Print say. İşə salaq. Girişdə deməli biz üçün nümunə göstərilir. Bu nümunələrdən istifadə edək. Deməli yazaq. 12 0 0 9 sonra da 5 dənə 0 2 3 4 5 enter basıram. 5 dənə 0 tapdı. Fikir versiniz. Burada 12-dən sonra da 0 olsa da bu yalnız deməli sonuncu sıfırları hesabladı da. Bunu da biz alındırmaq üçün biz baş aşağı, yəni əvvəldən sondan əvvələ qədər düzdük. Bütün çevirdik ədədimizi. Yəni, ədəd başladı sıfırlardan. Sıfırlardan başladı 9-a çatanda artıq dayandırdı, break elədi. İndi növbəti ədədi salaq. Deməli 23 67 70 9 1 2 3 4 enter. 4 dənə fikir verirsiniz. Yenə 9-a çatdı və dayandırdı. Və sonuncu nümunə baxaq. Burada artıq sonda heç bir sıfır olmadığı üçün çıxışa da sıfır verib. Yazaq 125 00 36. Enter 0. Gördüyünüz kimi sonu sıfırla bitən burada ədəd olmadığı üçün çıxışa da sıfır verdi. Keçək növbəti suala, 113-cü sual. Sualda deyilir ki, klaviaturadan daxil edilmiş en böyük bir şərtini ödəyən natural ədədin sadə ədəd olub olmamasını yoxlayan proqramı Python dilində yazılır. Məsələn, 2 ədədi daxil edilərsə, proqram sadədir, sadə ədəddir. 10 ədədi daxil edilərsə, mürəkkəb ədəd kimi çap eləsin. Təmizləyək buranı və yazaq. Deməli, ədədimizi daxil etmək üçün int input yazaq. Input. Sonra biz nə edirik? Deməli, sadə əgər tapsa, sadə bizdə true olacaq. Sadə bərabər olsun true-ya. Düzdürmü? Sonra ədədimizi salaq dövrə. For i in range. Deməli, sadə ədədlər ən kiçiyi 2-dir də, düzdürmü? 2-dən başlasın n-ə qədər. Yəni, əgər 7-dirsə 7-yə qədər, 7-dirsə 6-ya qədər. 6 sonuncu olsun. 8-dirsə ədədimiz 7 sonuncu olur bu formada. Və şərtə qoyuruq ki, əgər n-imiz i-yə bölünəndə qalıq 0 alınırsa, onda sadə olsun false. Çünki əgər misal üçün 6 ədədi yazmışıq da, düzdür. 6 bir-bir yoxlayırdı. 6-nı əvvəlcə bölür 1-ə, sonra 2-yə, sonra 3-ə. Axı 6 ədəd sadə ədəd deyil. Hər dəfə 0 alınsa, bu sadə deməli şərtə girəcək və şərtdə də deyəcək ki, sadə false oldu. False olduğuna görə
artıq sadə ədəd olmayacaq. Amma 7 ədəd olsa, 7 deməli, birdən başlayan heç bir ədədə bölünmür. Düzdürmü? Bölünmədiyinə görə sonda bizə sadə deməli true kimi çap edəcək. Ona görə biz əgər ifə daxil olsa, biz bura break edir. Yəni saxlasın. Sadə false olsun, saxlasın. Və əgər if sadə olsa, sadə olaraq qalsa, print eləsin. Print sadə ədəddir. Else, yəni false olsa, print eləsin. False halında print eləsin mürəkkəb ədəddir. Ədəddir. İndi yoxlayaq. Proqramı işə salırıq. Run edirik. Misal üçün yazaq. 3 yazaq. 3 fikirləşir. Sadə ədəddir. Yazacaq məsəl üçün 13. 13 sadə ədəddir. 17 sadə ədəddir. 25 mürəkkəb ədəd. Niyə görə? 25 5-ə bölünür. Düzdürmü? Və ona görə həm 5-ə bölünür, həm özünə bölünür. Yəni sadə ədədlər 1-ə və özünə bölünür də. Sonra məsəl üçün yazacaq 41 sadə ədəddir. Bax belə. Bu formada biz tapdıq sadə ədədləri və mürəkkəb ədədləri. Keçək növbəti suala. Növbəti sual 114-cü sual. Klaviaturadan daxil edilmiş en natural ədədi üçün S bərabər ifadəsinin qiymətini hesablayan proqramı Python dilində yazın. Yazaq. Deməli, daxil edirik. En natural ədəd daxil edirik. En natural ədədini daxil edirik. Input, int, input. Düzdürmü? Sonra daxil f qiymətini hesablayan. Burada bizdə deməli s-imiz əvvəlcə bizdə 0 olacaq da. Əvvəlcə 0 olacaq. Sonra dövrümüzü açırıq. Deyirik ki for i in range. Fikir verirsiniz n plus 1-ə qədərdir də. Düzdürmü? Deməli 1-dən başlayır n plus 1-ə qədər. Olacaq 1-dən n plus 1-ə qədər. İndi şərt yoxdur burada və başlayırıq hesablamaya. Demək, s-in üzərinə gələcəyik. Biraz uzun olacaq. S-in üzərinə gələcəyik. Deməli, fikir verirsinizsə, burada bizdə əvvəlcə müsbət gəlir. Sonra mənfiyə gəlir də, düzdürmü? Ona görə biz deməli, qüvvət n plus 1-dir. Qüvvət n plus 1 olduğu üçün burada i-nin qiyməti olacaq. Ona görə əvvəlcədən biz mənfi 1 yazırıq. Nəyə görə? İndi deyəcəm. Mənfi 1 mötərəzədə vurulsun. Yəni qüvvəti, 1-in qüvvətidir də bu. i plus 1. Sonra o da vurulsun. i yəni bu n vurulsun. O da vurulsun. i plus 1. Yəni burada n plus 1'dir, amma biz yazırıq i plus 1. i üstə gəl 1. Deməli, əgər bizdə 1 ədəd gəldi birinci, düzdürmü? i-nin yerinə qoyduq 1-i. 1 üstə gəl 1, 2-dir. Mənfi 1-in qüvvəti 2 olanda o olur müsbət 1. Sonra vururuq i-yə, yəni 1-ə. 1
növbəti bu mötərizənin içərisində i olur 1, 1 üstə gəl 1 2-dir. Yəni 1-i vururuq 2-yə. Burada da görürsüz, burada da görürsüz. Yəni s bərabərdir gəlir 1 vurulsun 2. Yəni bu ilk mərhələni biz keçdik. Düzdürmü? Və sonda bizdən nə istəyir? S-i çap etmək. Print S. Əgər bizdə 1-dən sonra 2 rəqəmi gəlir, düzdürmü? Yəni i-nin yerinə biz 2 qoymalıyıq. -1 vurulsun 2, üstə gəl 1. Olur 3. -1-in qüvvəti 3 olur. Ona görə də -1 ələ -1 olaraq qalır. Sonra 2-ni vururuq, 2-ni vururuq. 2 deməli 2 üstə gəl 1-ə. Düzdürmü? Yox, bu 2 olur. i 2-dir. Buradakı deməli i 2 olur. Ona görə mən bu hissə ancaq mənfi işinə baxır da, mənfi müsbət işinə. Deməli -2 vurulsun mötərizənin içərisində 2 üstə gəl 1. 2 üstə gəl 1 olur 3. -2 vurulsun 3. Və ardıcan yenə gedir. Tapşırıqda göstərir kimi. S bərabərdir 1 vur 2 çıxılsın -2 vurulsun 3. Yəni hər dəfə ədədləri yerinə qoymaqla yoxlaya bilərsiniz bunu da. Burada da biz əgər n-in yerinə biz məsələn 5 yazsam, bizə çap edəcək 18-i çap edəcək. Yəni bunu bir-bir yoxlamaq da olar, amma ehtiyac yoxdur. Keçək növbəti suala. Növbəti sual 115-ci sualdır. 115-ci sual. Deməli, bizdə deyir ki, dövr operatorundan istifadə etməklə A siyahısında olan elementlərdən tam ədədlərin kvadratları olanları çap edən proqramı Python dilində yazın. Əvvəlcə siyahımızı yazaq. A bərabərdir. Deməli, 3, 4, 15, 9, 3, 4, 15, 9, 18, 16. Bu siyahıda olan elementlərdən tam ədədlərin kvadratları olanları çap elə. Deməli, siyahımızı dövrə salırıq. For i in A. Və şərtimizi yazırıq. If əgər i vurulsun i-nin kökü bunu mötərəcəyə alaq. i-nin kökünün kvadratı i-yə bərabərdirsə, əgər i-yə bərabərdirsə, o halda i-ni çap elə. Printi. Yəni biz məsələn gətiririk 3-ün kökünü alırıq da, olur məsələn 0 tamamda neçə, 1 tamamda neçə. Onu vururuq, qaldırıq qüvvətə. Əgər bərabər olsa i-yə, bərabər olsa, o halda deməli həmən ədədin kök 6-sı var. 4-ü alırıq. 4-ün kökü 2-dir. Qüvvətə qaldıranda yenə 2 eləyir. Bu formada biz şərtimizi daxil etməklə sonda i-ni çap edirik. Yazaq, yoxlayaq. Burada birbaşa siyahı olduğu üçün biz artıq ehtiyac yoxdur da, yəni əlavə heç nə yazmağa ehtiyac yoxdur. Sadəcə proqramı işə salıq. Əlavə misal üçün 81 yazıram, 100 yazıram və tutaq ki 95 yazıram. Fikir versiniz, bu ədədlərin kökaltıları var. Yəni bizdən istəyirdi ki, hansının kvadratları, ədədlərdən kvadratları olanları çap edən proqramı. Düzdürmü? Belə yazdıq. Sonra tam ədədlərinin kvadratları olanları çap elə, düzdür. Bu formada biz yazdıq və tapdıq. Daha sonra keçək 116-cı suala.
Buranı təmizləyək. Deməli, y bərabərdir funksiyası verilmişdir. X-in o -10 parçasındakı hər bir tam qiymətinə uyğun olan y-in qiymətlərindən 3-ə qalıqsız bölənlərin siyahısını çap edən proqramı yazın. Düzdürmü? Yazaq. Deməli, bizdən siyahı istəyir də bu. Siyahı istəyir. Şərt var və bunu biz dövrə salmalıyıq. Siyahı istəyirsə biz sayımız olsun əvvəlcə 0. Sonra dövrümüzü açaq. Dövrdə istəyir ki, x in range. Deməli, -10 aralığı deyirsə, biz bura gərək -10, 11 yazaq. Çünki sonuncu ədəd 10 olması üçün 11 yazmalıyıq. 2 nöqtə düşdü aşağı. If birinci şərt görürsünüz x 3-dən böyükdürsə, daxil oluruq. Y bərabər olsun nəyə? Deməli, x-in kvadratı çıxılsın 5x. Gözəl. 5 vurulsun x. Üzərinə gələk 6-nı. Else. Yəni, x böyükdürsə və ya kiçikdirsə, və ya bərabərdirsə, o halda y bərabər olsun, x üstə gəl 2-nin kvadratı, x üstə gəl 2-nin kvadratına. Və sonda bizdən bir dənə şərt istəyir. O şərtdə dedik ki, y-in qiymətlərindən 3-ə qalıqsız bölənlər, düzdürmü? Sonda bizə, deməli, növbəti şərtimiz də odur ki, y əgər 3-ə bölünəndə qalıq 0 alınırsa, sonda bu şərtdən keçsin, onda sayı bir vahid artır və sayımızı çap elə. Print say. Burada yalnızca qalır proqramı işə salmaq. Heç bir şey daxil etməyə ehtiyac yoxdur. Çünki burada hazır deməli aralıq verilib də. Düzdürmü? Üstdən böyük. Məsələn, burada götürək ədədi dəyişsək, 110 yazsaq. Proqramı işə salaq. 74 elədi. Bunu da dəyişək, misal üçün 101 yazaq, 105 elədi. Yəni belə, növbəti, deməli, bunun ardını mən növbəti videoda paylaşacağım inşallah. Diqqətiniz üçün təşəkkür edirəm, sağ olun.